və əlinizdən gələn ən yaxşı şeyləri eləyirsiniz onsuz da. Fərqindəlik yaşayaraq mütəxəssisə müraciət eləyərək nə qədər övladınıza dəstək vermiş olursunuz əslində. Amma övladınıza güvənli bir münasibət qurmalısınız təbii ki. Onun üçün güvənli mühit qurmalısınız, təhlükəsiz mühit. Sizinlə hər şeyi paylaşacaq, təhlükədə oldu, bir problemlə qarşılaşdı. Bunu sizinlə paylaşmalıdır əlbəttə ki. Hər zaman ona arxa dayaq olduğunuzu bilməlidir. Amma sizin valideyn olduğunuzu biləcək və sizin də davranış qaydalarına da əməl etməlidir. Yəni sizə valideyn gözü ilə baxmalıdır. Burada başqa bir rolla sizi qarışdırmamalıdır. Bəlkə bu arada bunu da deyim ki, məncə bizim valideynlərin problem çəkdiyi şey budur. Valideynlik deyəndə nəyi nəzərdə tuturlar? Çünki söhbət etmək, ünsiyyət qurmaq həqiqətən də valideynliyin içərisində görünmür, bəzən götürülmür və bunu sadəcə olaraq dostluqla əlaqələndirirlər.